Salam hər kəsə, hər birinizi xoş gördük. Gəlin bugün 9-cu siniflər üçün keçirilən 26 aprel buraxılış qəbul imtahanı suallarının izahına baxaq. İlk öncə qrammatika suallarının izahından başlayacağım, biraz sonra isə mətnləri yükləmiş olacağım. Başlayaq 27-ci sualdan. M şəkilçisinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi nümunələri müəyyən edin. Birincidə verib, deməli biz demişdik necə olanda fe'li sifət olacaq? Mış plus'dır artıra biliriksə zaman şəkilçisi idi. Artıra bilmirdiksə bu zaman nə olurdu? Fe'li sifət şəkilçisi olurdu. Eyni zamanda necə sualına cavab verəndə fe'li sifət olmuş olur. Mənim qızım oxumuş qız. Oxumuş qızdır. Hansı qız? Oxumuş qız. Bir gedir. Ağaclar dırmaşmış dəcəl quş tək. Dırmaşmışdır. Deməli burada baxın 2-də mış var. Dır artıra bilirik. Ona görə 2-ni götürəcəyik. 3'də düşünülməmiş addım hansı addım? Burada fe'li sifətdir, 3 olmayacaq. Süsənlər də o adamları görmüşmüş. Burada baxın, görmüş zamandır. Bu müş imiş hissəciyidir. Fe'li sifət deyil, ona görə 4'ü götürəcəyik. Yatmışları razı deyiləm, kimsə oyatsın. Burada da yoxdur. Doğru cavabımız C variantı. Yəni yatmış insanları, yəni fe'li sifət burada var. 28'də hansı cümlədə sifət işlənməmişdir deyir. Yenə o bağ olaydı, yenə qumlu sahil. Baxın qumlu burada sifətdir. Kəndimizin hər tərəfində yaşıl çöllər, yaşıl sifətdir. Hər yaşıl zəmidə göy biçənəkdə yenə yaşıl göy. O günkü güllərdən çəkildin kənar, bu qərib halını qəmə yozdular. Qərib burada sifətdir. Y variantında torpaqdan bahar qoxusu gəlirdi. Burada sifət işlənməyibdir. Doğru cavabımız olacaq Y. Sonra deməli, burada C, 28'də Y. 29'da nə deyir? Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Parçalanmış buludlar arasında tək-tük ulduz parıldayırdı. Belə bir vaxtda Hürü xanımın qapısına döydülər. 1945-ci ilin bürkülü may gecəsi idi. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdi. Nə edirdi? Parıldayırdı. Nə? Ulduz. 1. Doğrudur. Doğru götürəcəyik bunu. Sonra həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Qeyri-müəyyən şəxsli cümlənin xəbəri bilir ki, cəmdə olmalıdır. Larlər şəkilçisi qəbul etməlidir. 2-də var, ancaq 3-də baxın, bu şəxsli cümlədir. Ona görə 2 olmayacaq. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Baxın, 1945-ci ilin bürkülü may gecəsidir. Yəni deyir ki, şəxsiz cümlədir. Doğrudur, ancaq yanlış yerdə verilib. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsli cümlədir. Bu yanlışdır. Doğrumuz olacaq 1 ilə 4. Y variantı. Sonra 30'a baxaq. Cəsarətli əsgərləri mükafatlandıran qayğıkeş insan ordu generalı idi. Ordu generalı idi. Baxın, ikinci növ təyini söz birləşməsi, birinci növ təyini söz birləşməsi idi ilə bir yerdə təhlil olunacaq. Kim? İnsan. Hansı insan? Qayğıkeş. Hansı qayğıkeş? Cəsarətli əsgərləri mükafatlandıran. 2 təyin, mübtəda və xəbər. Doğru cavabımız A olmuş olacaq. Sonra 31'də əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Biz demişik ki, damdən plus əvvəl sonra bu tipdədirsə, burada nə olur? Qoşma olur. Ancaq bu halında isə zərf olacaq. Əvvəl narazı olan şagirdlər. Burada zərf, digəri qoşma. Doğru cavabımız D olacaq. Nümunə haqqında fikirlərdən biri doğrudur. Onu da qeyd edim ki, suallar həqiqətən çox asan düşübdür. Nə istəyir burada? Doğrunu istəyir. Cümlə üzvlərindən biri deyir, söz birləşməsi ifadə olunmuşdu. Xeyr, burada söz birləşməsi yoxdur. Bax, təkid etdim, xəbər, kim, mən, qəbul etmədi, amma da köməkçinin hissəsidir. Söz birləşməsi yoxdur. Nəqli cümlələrdən təşkil olunmuşdu. Doğrudur. Tamamlıq zərflik, burada tamamlıq zərflik yoxdur. Yalnız tabel əlaqəsi işlənmişdi. Xeyr, tabel əlaqəsi də var. Təkid etdim, qəbul etmədi. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdı, amma bağlayıcısı var. Ona görə Y-də olmayacaq. Verilmiş sözlərdən omonim kimi işlənə bilənləri müəyyən edin. Elə buruqla dolu olacaq. Məsələn, buruq saç, bir də neft buruqları. Dolu isə yağan dolu mənasında, bir də dolu qab mənasında omonim olmuş olacaq. Bilik, bölük, böyük, kiçik, dönük, çökük, qalıq, vuruq bunlar da yoxdur.
Sonra 34-də baxaq. Şəhərdəki mərkəzə yaxın binalar. Baxın, əlavənin ən asan sualını, əlavə yəni ən asan sual tipi salıblar. Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Nə etdi? Təmir olundu. Nə bina? Hansı bina şəhərdəki mərkəzə yaxın təyin olmuş olacaq? Təyinin əlavəsidir. Doğru cavabımız B. Euler-Venn diaqramına əsasən altından xətt çəkilmiş hissələrlə bağlı uyğunluğu müəyyən edin. Futbol komandamız bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Dilin şəkər, sözün incə, heç kəs sevməz səni məncə, mən qədər, canı qədərlə əvəz edə biliriksə qoşmadır. Deməli, burada verib qoşma. Bunu yazacağıq bura. Fikrin mənbəyini bu modal deyil. B heç birinə getməyəcək. Cümlənin təsir gücünü artırır. Birincidə baxın. Bircə xal fərqi ilə, bir də deyirsən bir xal fərqi ilə heç bir məna dəyişmir. Ədat olmuş olacaq, yəni təsir gücünü artıran birəci. Qrammatik mənası da var, artıq hansı nitq hissəsinə aid olması nəzərdə tutulur. Bunu da ortaya yazacağıq. Leksik şəkilcidə heç biri. C, A, D. Hansındadır? D variantında. 36-cı sonuncu sualımıza baxaq. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Heç kəs onun dərdinə, bax, bütün sözlər fərqli olmasını istəyir, yazılış və tələffüz. Burada yoxdur. Hamısı abırlı olmaq daxildən gələn, görsən heç bir fərq yoxdur. Uzaq səfərə hazırlaşırdıq. Burada da səfərə sözündə heç bir fərq yoxdur. Sınıq, x, yox, ğı olur. Özündən sonraki saat. Ürək, ürək. Sevinməzin də n-sı m-ya keçəcək, ona görə d olur. Vətənimizin gələcəyi daha parlaq olacaqdır. Burada da hamısında fərqlilik yoxdur. Belə qrammatika suallarının izahı bu qədər. Az sonra mətn suallarının da izahını kanala yerləşdirəcəm. Daxil olub izləyə bilərsiniz.